Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Ağstafa-Çay Hidroqovşağı İstismar İdarəsinin balansında olan anbarın açılışı 1971-ci ildə ümummilli lider Heydər Əliyevin iştirakı ilə baş tutub. Anbara su Ağstafa-Çay vasitəsilə daxil olur. Qeyd edək ki, Ağstafa-Çay Hidroqovşağı regionun ən böyük hidrotexniki qurğusu sayılır. Su anbarı 1969-cu ildə tikilib. Ağstafa-Çay Hidroqovşağının İstismar İdarəsinin əsas fəaliyyəti Qazax, Ağstafa, Tovuz və Şəmkir rayonlarının kənd təsərrüfatı təyinatlı torpaqlarını suvarma suyu ilə təmin etməkdən ibarətdir. Hal-hazırda bugünkü kimi rayonlara 15 milyon kubmetr suvarma suyu verilmiştir. Bunun 2 milyon yarımı Qazax, 7 milyon yarımı Ağstafa, 2 milyon kubmetr isə Tovuz rayonunun payına düşmüşdür. Bu hal-hazırda bugünkü günə anbarımızda 86 milyon kubmetr su toplanmışdır. Bu keçən il müvafiq dövr ilə müqayisədə 17,1 milyon kubmetr artıqdır. Tərtib olunmuş istismar tədbirləri planına uyğun olaraq sağ sahil magistral kanalın beton üzlüyü əsaslı şəkildə təmir olunaraq yenidən istismara verilib. Sol sahil magistral kanalda yerləşən Dukkerin üstündən keçən Coğaz çayında yaz aylarında baş verən sel nəticəsində Dukkerin üst alt hissələri yuyularaq dərin yarğanlar açıb. Bu isə öz növbəsində hidrotexniki qurğuda qəza şəraitinin yaranmasına gətirib çıxarırdı. Qısa müddət ərzində görülmüş işlər nəticəsində qurğunun etibarlığı bərpa edilərək istismara yararlı vəziyyətə gətirilib. Təmir planına uyğun olaraq 28 ədəd hidrotexniki qurğu, 15 ədəd hidrometrik post, 20 kilometr beton kanal cari təmir olunmuşdur. 3000 kubmetr əl ilə təmizlənmə, 120 kvadrat metr sayda kanal sayəsində kök-közdən təmizlənmə işləri aparılmışdır. Mexanizmlərin köməyi ilə 233 min kubmetr həcmində lildən təmizlənmə işləri aparılmışdır ki, bunun 173 min kubmetri lildən təmizlənmə işləri olmuşdur. 60 min kubmetr isə çay məzarasında lildən təmizləmə işləri aparılmışdır. Hazırda idarədə 2025-ci ilin suvarma mövsümünə hazırlıq işləri davam etdirilir. Belə ki, bütün hidrotexniki qurğulara, elektrik və mexaniki avadanlıqlara baxış keçirilir. Maşın mexanizmlər və nəqliyyat vasitələri saz vəziyyətdə saxlanılır. Su buraxıcı qapıların sıradan çıxmış rezinləri, o cümlədən elektrik naqilləri yeniləri ilə əvəz olunur. Su anbarında çay vasitəsilə gələn və suyun üzərində yığılan məişət tullantıları, ağaclar, plastik kütlələr ərazidən toplanır.